Yox da, müşafərim. Səyahətə əylənmək üçün gedirlər. Amma məncə səyahətə özümüzü tapmaq üçün gedirik, özümüzü tanımaq üçün gedirik. Bəlkə də özümüzdən qaçmaq üçün gedirik. Bir də düşünün. Ümumiyyətlə qızlar, səyahət etmək evdən çıxmaqdan daha çox özünü tapmaqdır, özünü axtarmaqdır. Bəlkə də bir yerdə özündən qaçmaqdır. Çünki fikir verirsiniz, insanlar deyir ki, bazarda, əmək bazarında özünə dəyər tapa bilməyən insanlar deyir ki, ölkə dəyişdirin. Və maaşınla razılaşmayan şəxs deyir ki, gedin başqa ölkədə yaxşı iş şəraitində işləyim, ya da ki, təhsilini dəyişdirir, ya da görür başqaları təhsildən savayı gedir səyahət edir, gedir gəzir. Deyir ki, gedim mən də görüm Maldivi. Çünki Həvəsə gəlir. bəli 20 ildən sonra yerində qalmayacaq. Ya da nə bilim, istəyir ki, getsin özünü hər dəfə yeni kəşf etsin. Ümumiyyətlə görürsüz, həm podkastlarda dinləyəndə biz səyahəti, həmçinin videolarda, YouTube-da baxanda nəyi görürük? Görürük ki, hamısı tullardan, oradakı həyatdan daha çox danışır. Amma biz burada bu gün Günel və Humayda hazırdırsa, Salam dostlar. salam. Onlar hazırdılarsa, biz bu gün danışmaq istəyirik daha çox səyahətin bizə təsirindən, bizi formalaşdırmasından. Təbii ki, sizə faydalı məzmunla da gəlmişəm, yenə də araşdırmışam, o da öz yerində. Qəşəng. Yaxşı qızlar, mənim sizə sualım var. Ən çox yadınızda qalan və sizi xatirələrdə belə avuşunda saxlayan hansı səyahətiniz var ki, onu belə danışanda hələ də burnunuzun ucu göynüyür ki, vay, mən ora bir də gedərdim kaş. Sırf ölkə baxımından deyirsən ya duyğu? Duyğu da ola bilər bu. Birinci sənə yenə təşəkkür edirəm maraqlı mövzu təklif etdiyin üçün. Qısaca deyim ki, mən keçən ilin yanvar ayında çox yaxın rəfiqəmlə, Baharla Tiflisə getmişdim və deyə bilərsiniz ki, Tiflisdə təcrübə nə ola bilər? Bu mənim ilk qış səyahətim idi. İlk dəfə idi ki, mən soyuğu, qarı, ümumiyyətlə qışı sevməyən insan xarici ölkəyə getdim və mən düşünmürdüm ki, mənə bu dərəcədə maraqlı olar, çünki gözləntim yox idi. Amma səyahət mənim üçün çox maraqlı keçdi. Mən qışda həqiqətən də səyahətin maraqlı olacağını canlı şəkildə gördüm. Eyni zamanda mənim yol yoldaşım da burada rolu böyüdü. O da mənə çox maraq qatdı və mən başa düşdüm ki, əslində biz beynimizdə bir çox şeyləri kodlaşdırırıq ki, soyuqda gəzmək olmaz və yaxud da Tiflisdə olmuşam, ora mənə maraqlı olmaz və bunun kimi bənzər fikirlər. Amma əslində mən təklif edərdim ki, hətta əgər siz bir ölkədə yayda olmusunuzsa, orada əgər imkanınız varsa qışda da gedin. Çox maraqlı olur, fərqli olur. Sənin sualını qısaca cavab vermək istəyirdim, uzandı. Belə deyim ki, mən keçən yanvarda Tiflisdə olanda çox gözəl duyğular yaşadım. Ondan sonra da düzdür səyahətim oldu, amma o dadı vermədi. İnsan yaşanmışlığı bir yerdə yenə axtarır, hə? Yaxşı Humay, bəs sən də? Əslində məncə hər səyahətin öz yeri var, amma mənim ilk səyahətim hələ də burnumun ucunda göynür və hətta nə qədər də orada mən yemək baxımından əziyyət çəksəm də, orada belə ədviyalı yeməklərdən, o restorandan ədviyalı qoxularından əziyyət çəksəm də, Şri-Lanka deyərdim və çoxları həmişə mənə soruşur ki, niyə sən ilk səyahətin Türkiyə deyil, Gürcüstan deyil oradır? Özüm də bilmirəm bunun səbəbini. Yəqin ki, o Günel deməli beynimdəki kodları qırıb ilk addım atdığım səyahət ora olmuşdu. Hə. Və təbiəti çox sevdiyim üçün Şri-Lankanın xüsusi bir yeri var və həmçinin orada yaşadığım duyğular, oranın o həqiqətən o belə cənnət deyirlər, o yaşıllıq, o duyğular heç bir zaman xatirəmdən getmir. Hətta bir anlıq sanki gözüm yumub orada olmaq istəyəndə onu belə hiss edə bilirəm. Hər bir səyahətin öz yeri var, amma mənim üçün unudulmaz elə həmin ilk səyahətdir. Nə qədər də dediyim kimi zəhmət çəksəm də orada yeməyə baxımından çəki atmışdım, hətta bir neçə kiloqram, amma ora yenə getmək istəyirəm yəni. Səfərdən sonra nə yaxşı, onda sən yaxşı şəkildə yadında qalıb o. Ehtiyacı var imiş. Hə, ehtiyacım var idi. Həm də o səyahət mənə fərqli bir mən qatmışdı. Bayaq müşafirim uzaqlaşmaq və qaçmaq məsələsini deyirdi. Bəlkə də kiməsə bu duyğu tanış gələr. Deməli mən həmin dövrdə əslində o qədər də yaxşı dövrdən keçmirdim.
və bəzi şeylərdən uzaqlaşmaq üçün də əslində mənim üçün yaxşı bir fürsət idi. Xatırlayıram ki, o gün yaxınlaşana kimi deyirdim ki, "Okay, Humay 10 gün qalıb bu şeylərdən artıq uzaq duracaqsan və hər şey daha fərqli olacaq." Və getdim səyahətə. Təbii ki, komanda yoldaşlarımın da çox böyük bir önəmi var idi orada. Bəli. Və getdim, hansı bir yaxşı gün keçirirdik, çox yaxşı komanda ilə əylənirik. Axşam otelə gəlirdim, özümlə tək qaldığım anlar olurdu artıq. Baxırdım ki, mən nəsə narahat hiss eləyirəm. Və hətta indiyə kimi yadımdadır, biz Ella şəhərində çox gözəl bir oteldə idik və oteldə pəncərəni açanda o belə şəlalə, yaşıllıq, hətta səhər saat 6-da durub orada meditasiya eləmişdim. Düzdür, qəlbimdə bir huzur vardı, amma nəsə bir boşluq hiss edirdim. Sanki onda anladım ki, əslində biz bəzən qaçırıq burdakı yaşam tərzimizdən, burdakı insanlardan ki, orada mən daha yaxşı olacağam, amma heç də elə olmur. Yəni əgər biz mental yaxşı deyiliksə, əslində dünyanın ən gözəl yerində olsaq belə, əslində ora bizi o qədər də yaxşı hiss etdirmir. Bəs yaxşımış Afərim. Sualı bizə verdin, özün çəkildin qırağa. Mənə sənin cavabın maraqlıdır ki, sən hansı ölkəni unudulmaz qəbul etmisən? Deməli, mən cəmi 2-3 dəfə ölkə sərhədini aşmışam. Və ən son səyahətim özümlə tək olduğum səyahətim olub və mən necə qərara gəldim getməyi? Sadəcə özümə meydan oxudum. Mən şok olmuşdum. Sən paylaşımlarını görəndə durnalı gözündən vurmuşdun çünki. Hər kəs mənə dedi ki, eləmə bunu. Çünki olmayacaq, çox yorulacaqsan. Mən solo səyahət etmişəm. 8 ölkə gəzmişdim və 8 ölkəni dayanmadan gəzmişdim. Dünya turu deyildi. Hər işi deyil bu. Dünya turu deyildi, amma çalışdım ki, ən azından istədiyim qədər özümü o mental çöküşdən çıxarım. Özümü anlayım. Özümlə o qədər tək qaldım, o qədər yaxşı hiss etdim, o qədər çətinliklərin öhdəsindən gəldim o səyahət boyunca. Və təsəvvür edin, mən gedəndə xatırlayıram, cibimdə sadəcə $57 pul var idi. Nə üçün? Yeməyim üçün qalmışdı o pul. Gəlin biz podkastın növbəti dəqiqələri içində maraqlı hissələr saxlayaq. Məncə dinləyicilərimiz onsuz da bilir ki, biz çox maraqlı və təlatüm duyğular dolu səyahət keçirmişik. Düzdür, mənim səyahətlərim sizinki qədər bol macəralı keçməyib. Mən hələ ki tək səyahət etməmişəm. Amma mən əminəm ki, mənim də deyəcəklərim olacaq. Əslində mənim sizə maraqlı sualım var. Səyahət məncə bir cəsarət tələb edir. İndi bayaq cəsarətə gətirirdim mövzunu. Siz necə oldu cəsarətinizi hiss etdiniz və dediniz ki, gedəcəm, misal. Yəni valideynlərimə deyəcəm ki, mən tək səyahət etmək istəyirəm. Çünki burada bizi dinləyicilərimiz də dinləyir və onlar mütləq ki, evdə problem yaşayırlar ki, yox sən tək hara gedirsən ya da pul çox çıxacaq, xərc bunu qarşılaya bilmirəm düşüncəsində olanlar var və ya başqa. Başına hara gedirsən belə. Və elə oğlanların özü ola bilər. Feminist tərəfindən. Bəli, sevgililəri istəmir ya da valideynləri istəmir getsinlər, tək səyahət etsinlər. Necə bunun üstəsindən gəldiniz məsələn bir xanım olaraq, bir işçi olaraq, əməkdaş olaraq? Çox maraqlı bir fikir var. Deyir ki, sən özün bunu əgər həqiqətən istəmirsənsə, qarşı tərəfə bunu inandıra bilməzsən də, birinci bunu özün istəməlisən ki, qarşı tərəfə də bunu yeridə biləsən, belə lor dildə desək. Mən axırıncı dəfə İstanbulda olmuşam və sizə deyim ki, bu planlaşdırılmış bir səfər deyildi və səfər bir neçə dəfə ləğv olunacaqdı və hətta bir neçə gün qalmış mən fikirləşdim ki, mən artıq getmirəm, ola bilsin ki, biletlərin zamanını dəyişərəm. Amma sonra fikirləşdim ki, yox da, niyə ki? Əgər mən o hal-hazırda düşdüyüm çətinliyi əgər özüm qəbul etmirəmsə, mənim valideynlərim, mənim dostlarım məni necə normal qəbul edəcəklər? Ona görə də bizim dinləyicilərimizə demək istəyirəm ki, dostlar, əgər bir şeyi beyninizə qoyursunuzsa, bunu məqsədli şəkildə edirsinizsə, sizi ətrafınız dəstəkləyəcək. Çünki siz bunu istəyirsiniz. Və sizi qorxutmasın ki, mən gedərəm, orada nə edərəm, nə olar? İnternet dövrüdür, dil dövrüdür. Bir çox tətbiqlər var, bir çox şərait var. Mütləq ki, siz orada dil tapacaqsınız, narahat olmayın, yəni qorxulu bir şey olan deyil. Düzdür, çıxılmaz vəziyyətlər mütləq olacaq, çünki siz komfort zonanızdan çıxırsınız, amma başa düşün ki, bu seçim sizindir. Bəs sən də? Mən Günellə çox razıyam. Əslində bizi dinləyən gənclər üçün, bizi dinləyən şəxslər üçün bəlkə də bu biraz
belə qəribə səslənə bilər. Yox, necə yəni biz əgər valideynlərimiz icazə vermirsə necə gedək və s. Amma bunu yaşayan birisi kimi deyə bilərəm ki, yəni valideynlərim dəyişməmişdi. Mən səyahətə qərar verəndə onlar eyni şəxs idilər. Sadəcə mən artıq daha istəkli idim. Günelin dediyi kimi məqsədli idim ki, mən bunu eləyəcəm. Məndə hətta ümumiyyətlə komanda şəklində səyahətə belə əngəl var idi valideynlərim tərəfindən, amma bunu çox istəməyimlə bunu aşmışdım və mən bilirsiniz nə zaman anladım ki, əslində burdakı əngəl mən özüməm. Həmişə biz əslində getdiyimiz yolda o əngəli özümüzə qoyuruq. İndi kimi xatırlayıram ki, aprel ayıydı və may ayında gedəcəydim. Mən dostuma zəng elədim, dedim ki, özüm metrodaydım. Yox, mən getmək istəmirəm. Mən çatdırmayacağam maddi baxımdan. Belə. Sonra ona demədim, amma içimdə bilirsiniz nə planlar qurdum. Ayda mən nəsə olacaq orada, falan şey olacaq. Və baxdım ki, Humay, bunu yaradan sənsən. Yəni bu qorxuları da yaradan sənsən. Heç nə olmadı, əlbəttə ki, çox da qəşəng oldu. Və bəli və tək səyahətə gedəndə də yadımdadır ki, onda da yəni artıq ona daha fərqli bir Humaydım, çünki ilk səyahətim mənə çox böyük bir güvən vermişdi. Amma təbii ki, tək səyahət qədər insana güvən, cəsarət verən bir şey yoxdur. Əlbəttə ki, problemlər yaşayırıq, çətinliklər yaşayırıq, amma həqiqətən bir şey çox istəyəndə çox fərqli olur. Hətta dünən bu mövzuyla bağlı özümlə fikirləşirdim. Biz bəzən çox belə çətin bir şeylər yaşayırıq. Məsələn, sən qeyd etdin, o mental çöküşümü daha yaxşıya doğru aparmaq üçün o qərarı verdim. Yəni həmin anda ürəkdən istəyirik nəyisə ki, mən artıq bunu istəmirəm də, yəni bu hissi istəmirəm, bu duyğunu istəmirəm. Onda baxırıq ki, necəsə yollar açılır və biz o cəsarətli addım ata bilirik. Yəni bir düşünün, bəlkə o əngəl olacaq şəxslər siz deyil də, daha doğrusu valideynləriniz, kimlərsə yox, elə siz özünüzsüz. Çünki insanın özünü aşması qədər əslində çətin bir şey yoxdur. Buna üzləşmək də bir o qədər asan deyil. Tamamilə haqlısınız. Təşəkkür edirəm bu qədər səmimi bölüşdüyünüz üçün öz məlumatlarınızı. Çünki bu məncə insan bu bir xatirədir və xatirələr çox dəyərli hədiyyələrdir. Çünki hər insan öz xatirəsini başqası ilə bölüşüb ona hədiyyə etmir. Biz bir-birimizin səhvlərindən öyrənirik. Bunu mən illərdir belə fikirləşirəm, dəfələrlə də dilə gətirmişəm. Çünki mənə görə xatirə bilmirəm, bir qədər o mövzuda çox paxılı davranıram. Hər dəfə o xatirəni bölüşmək istəmirəm, amma bölüşəndə də deyirəm ki, bax, mən sənə hədiyyə edirəm. Mən heç bu tərəfində düşünməmişdim. Mən də. Çünki bəli, səhvlərimizdən nəticə çıxarmaları və ya düzlərimizdən nəticə çıxarmaları üçün qarşı tərəfə bir növ biz yol göstərmiş oluruq, mentorluq etmiş oluruq hardasa. Nə qədər mentorluq adlandıra biləriksə. Deməli, mənim üçün amma tamamilə fərqli olmuşdu. Həmişə bizə zid gəlməlisən də. Bu artıq oturmuş bir fikirdir. Z nəslinin nümayəndəsi. Bəli. Sən də Y-dən dönməzsən. Deməli, mən fikirləşirdim ki, həmişə səyahət üçün çox pul ayırmalıyam. Nə bilim, mən gedirəmsə, minimal cibimdə bir 5000, 6000, 8000 manat pul olmalıdır ki, mən gedim gəzim. Yenidən şablonlar. Hə, eynən və həmişə bunun fikrində olmuşam. Necə olmuşdu? Mənim bir dostum var. Daha doğrusu mən yanvar ayı idi. Keçən il 2024-ün özümə məqsəd qoydum ki, bu il minimal 4 ölkə gəzəcəm. Sonrasında dedim ki, bəs nə edə bilərəm, nə iş görüm? Heç onu qoydum orada belə məqsəd olaraq yazdım, unutdum. Bir kitab var idi. Deməli rəfiqəm mənə hədiyyə eləmişdi. Nə üçün varsan, onun üçün yaşa. Hikmət Anıl Öztekin. Yox, vision board deyildi. Bu sadəcə belə 2024 üçün məqsədlər yazmışdım, listə idi. Hə, deməli o kitabı oxudum. O kitab həyatımı elə dəyişdi. Oradakı oğlanın düşüncələri, həyata baxış tərzi, yanaşmaları və gedib Barselonada öz həyatını tapması, nə bilim, və sadəcə qatarda yataraq səyahət etməsi. Və dedim ki, mən bunu eləyəcəm. Amma bilmirəm nə vaxt eləyəcəm, amma eləyəcəm. O qədər ürəkdən o an istədim. Bir video var, deyir ki, siz ürəkdən istəyin, evren onu sizə verəcək. Bəli, o frekansa gəlirsiniz və mən o frekansa düşdüm. Birdən-birə başqa dostum mənə yazdı ki, biz gedirik, gəlirsən Budapeştə. Və mən təşkilatla bir yerdə Budapeştə getdim. Getməyə qərarına gəldim. Daha doğrusu, hətta yadımda həmin gün mən öz pasportumu itirmişdim və düz 3 gün evdə pasport axtardım. Hara qoya bilərəm bu pasportu? Sonra tapdım və getdim. Və o qədər o ödəniş məsələsi deyirdim, çox pul lazımdır. O qədər fərqli o deyirdim, pul lazımdır.
o pul mənə elə yollarla gəldi ki, belə özüm də şok oldum ki, hər şey öz-özünə düzəldi. Kimi səni dəstəkləmişəm. Yəni getdim Frekansım əməli tutmuşdu və mən getdim 8 ölkə, 11 şəhəri dayanmadan gəzdim. Çox gözəl idi. Asan görünür, hə? Hə, asan görünür, çox çətin idi. Mən birazdan orada yaşadığım stresslərdən danışacağam. Hələ də bəzi məsələlərdə yadıma düşəndə içim ürpərmir deyil. Belə deyirəm, necə düşmüşəm o insanların içinə. Amma sənin dil üstünlüyün var idi. Sən özünü ifadə edə bilirdin. Razıyam, ancaq mən orada 2 türk deməli tibb bacısı ilə tanış oldum. Onların dil səviyyələri aşağı idi. Çox yaxşı dil bilmirdilər, ingilis dili. Avstriyada tanış olmuşdum və təsəvvür edin ki, Viyananın ortasında adamların ehtiyacı var, ancaq onlar xüsusi bir şey etmirlər. Yəni xüsusi bir necə deyim, stressə də düşməyiblər və orada mən gördüm ki, əslində dil bariyeri də bir yerə kimi çox problem deyil. Sən demə, amma ölkədən asılıdır ya bu arada. Məsələn, Fransaya getsəz, it's a big problem. Bu çox böyük problemdir. Biz Alohayda bu arada buradan Alohanın da dəstəyi üçün biz ayrıca təşəkkür edirik. Aloha ilə hal-hazırda Almaniyada və Avstriyada olan yay məktəbləri var. Kimlərsə istəyirsə, mütləq səyahət üçün onlara çox yaxşı alternativlər olacaq. Mütləq gedib dəyərləndirsinlər. Yay və qış məktəbləri olur. Bu çox yaxşı bəhanədir dostlar, evdən sizi buraxsınlar deyə. Oxumağa gedirsiniz. Bundan gözəl səbəb var sizcə? Təlim. Mən bayaq sizə kitabdan bəhs etdim və dedim ki, Barselona və Boston da bu arada əlavə edim, məni çağırır sanki. Və o ölkələrə getdikdə, daha doğrusu o şəhərlərə getdikdə mən düşünürəm ki, həyatımda çox böyük köklü dəyişikliklər olacaq. Buna belə bir ayrıca inamım var və həqiqətən ürəkdən inanıram. Bəs sizin belə bir ölkəniz varmı və ya şəhəriniz varmı ki, sizi çağırır? Çağırarkən nə deyir? Mənə çox maraqlıdır. Wow. Sual o qədər dərindir ki, mən son 1 ildir səyahətlə dərin maraqlanmağa başlamışam. Əvvəllər mənə əlçatmaz gəlirdi. Frekansımı dəyişəndən sonra hər şey əlçatan gəlir. Və dünən məsəl üçün bir video çıxdı qarşıma Yaponiya haqqında. Bu vaxta kimi Yaponiya mənim ağlımın ucundan keçməmişdi. Amma sonra hiss etdim ki, məni təəccübləndirən məqamlar mənim daha çox yadımda qalır və daha çox həyəcanlandırır məni və onda bu gəncliyin çox sevdiyi why not? Yəni niyə də yox da? Yaponiya niyə də yox? Yaponiya ağlıma batdı ki, əgər elə bir imkan olsa, mən Yaponiyanı gedib görmək istəyərdim. Çünki orada məncə məni təəccübləndirən bir çox məqamlar olacaq. Eyni mətbəxdir, insanlarıdır, mədəniyyət şokudur. Çünki əvvəl New York fikirləşirdim. Standartlara uyğun olaraq və New York mənim üçün uşaqlığımın şəhəri idi. Filmlərdir, seriallardır, sitcomlardır, amma indi nədənsə artıq bəlkə də səyahət düşüncəsi yavaş-yavaş dövrümüzdə adiləşir deyə biz artıq bizi daha çox təəccübləndirən və gözləmədiyimiz, dünya görüşümüzü açan məqamlar diqqətimizi çəkdiyi üçün bizə maraqlı gəlir Braziliya, Yaponiya, Uzaq Şərq, İordaniya, yəni artıq biz çıxırıq daha geniş üfüqlərə baxdığımız üçün və eyni zamanda son vaxtlar Bali çox diqqətimi çəkir. Şablon olduğu üçün yox, daha çox təbiətsevər olduğum üçün. Amma bir məsələ var ya qızlar, mən həşəratdan çox qorxuram. O necə olacaq Humay, sən yaxşı bilərsən bu məsələni. Məsləhət deyil. Mən hətta evdə deyirlər ki, sən ora gedəsi deyilsən, bizi də yorma, özünü də yorma. Yəni bu olan iş deyil. Bizim yoldaşlar, bizim tələbələr həmişə gəlib danışırlar. Deyir ki, Avstraliyada təsəvvür elə ki, gedir və evdən kərtənkələ çıxır. Bəli. Deyir, əvvəl mənə bu çox qorxulu gəlirdi. Yolda gedirəm, təsəvvür elə ki, bir heyvan var və o mənə baxır, mən ona baxıram. Deyir, bəzən o məni heç saymır da, o tərəfə keçirəm, mən hələ də ona baxıram. İçimizdə ən təcrübəli humanlar. Bəli. Deməli, mən Şri-Lankada olanda əslində bu mövzularla bağlı çox araşdırma eləməmişdim. Orada bir şok yaşadım. Bir oteldə olanda biz, yəni hətta açkimi taxmamışdım, yəni gözlüyümü taxmamışdım. Yəni gözümü zəifliyi üçün də. Və dostuma deyirəm ki, gəl bax da burada elə bir deyəsən kərtənkələm var. O da gəlib belə deyir, Humay, bax biri ordadır, biri bu tərəfdədir. Birini görsən yuxarıdadır. Humay bir də bəli.
biri də hamamdadır və onlar getmirdilər qızlar. Heç nə eləmirdilər insan. Sən qonaq edin, onlar Yəni hə, bəli, onlar getmirdilər və bayaq dediyimiz qorxu məsələsi. Mən getməliyəm. Nəsə mən də getmirdim təbii ki. Qəbul olunanda ki, orada mən 3 gün qalmalıyam. Və heç nə də onların bir yerdə. Hətta artıq elə bir mərhələdə idi ki, mən otağa girib verirdim. Salam mənim qardaş və bacılarım. Bəli. Onlarla məsələn gecəni xeyir deyib yatırdıq otaq yoldaşımla, rəfiqəmlə bir yerdə. Hətta necə idi? Meymunlar qapını açan kimi meymunlar səni salamlayırdılar qəşəng. Dözləndi, amma meymunlar bəli, çox belə qəşəng sənə hər bir şeyi götürürdülər. Yəni belə bir nüanslar da var. Ona görə Günel, məncə fikirləş ora getməmişdən qabaq bunu. Hə. Amma mən bu sualı necə cavablayardım? Məndə şablon deməzdim. Bu məndə Taylanddır. Yaşıllığı çox sevdiyim üçün və xüsusən də orada uzun bir müddət qalmaq istəyirəm. Harsa 1 aylıq. Niyə? Məncə özümün daha fərqli və görünməyən tərəflərimi orada o səssizliyində tapmaq istəyirəm. O yaşıllıqda. Və bir də məni çox çəkən, ümumiyyətlə İspaniya mənim ən sevdiyim ölkələrdən biridir və Sevilyanı çox istəyirəm. Sanki ora məni həqiqətən səsləyir ki, Humay sən ora gəlməlisən və əyləncəli tərəfi və oradakı mədəniyyətlə, oranın rəqsləri ilə o ruhu yaşamaq lazımdır. Yəni ora məni çox səsləyir ki, gəl. Sən niyə tutdun hal-hazırda Humay? Səs tonundan onu hiss elədim. Bəli. İki daşın arasında. Onda bu bir manifest podkastıdır. Bizi dinləyənlər də indi dayandırırlar podkastı və 5 saniyə fikirləşirlər. Mən hara getmək istəyirəm, hansı ölkə məni səsləyir. Təsəvvür edin dostlar, siz bu podkastı dinləyəndə bizim hər hansı birimiz hər hansı bir ölkədə ola bilərik. Çox maraqlı deyil? Elədir. Həqiqətən bu arada biz çox spontan qura bilirik bəzən səyahətlərimizi. Tamam. Ümumiyyətlə yoldaşlar, Qlobal Sülh İndeksinin yaydığı, yəni çıxardığı təhlükəsizlik reytinqinə əsaslanan məlumatlara əsasən 2025-ci ildə ən təhlükəsiz ölkələrin siyahısı hələ tam açıqlanmasa da, əvvəlki illərin məlumatları qeyd olunub və mən onu sizinlə paylaşmaq istəyirəm. Deməli, İzlandiya 2008-ci ildən bəri ardıcıl olaraq dünyanın ən təhlükəsiz ölkəsi seçilir. Sırf turizm üçün. İrlandiya yüksək təhlükəsizlik səviyyəsi ilə tanınır və səyyahçılar üçün cəlbedici bir məkandır. Ayrıca bəli qeyd olunub. Avstriya sabit siyasi mühit və aşağı cinayət səviyyəsi ilə seçilir. Həqiqətən bu arada mən Avstriyada çox belə bomboş falan görmürdüm. Çox deyildi, məsələn, digər Avropa ölkələrinə nisbətən. Yeni Zelandiya təbiəti və təhlükəsizliyi ilə məşhurdur. Singapur, xüsusilə mən Singapura çox səyahət etmək istəyirəm. Biraz bahalı şəhərdir hələ. Aha. Deməli, xüsusilə ictimai təhlükəsizlik və təhlükəsizlik sahəsində yüksək reytinqə malik imiş. Norveç. Bilmirəm bilirsiniz yoxsa yox, Norveç dünyanın ən xoşbəxt ölkələri həmişə siyahısında başda olur. Yüksək həyat keyfiyyəti və təhlükəsizlik göstəriciləri ilə tanınır. İsveçrə sabitlik və təhlükəsizlik baxımından ön sıralardadır. Həmçinin yenə Finlandiya, sonra Kanada, Avstraliya bu siyahı beləcə davam edir. Bəli. Səyahət etmədən öncə bunları araşdırmaq da lazımdır. Bu arada dostlar, siz bilirdiniz ki, səyahətin də növləri var, pasiv və aktiv. Bilirdiniz? Niyə bilirdiniz? Amma bilməyənlər üçünsə mən qısaca məlumat verə bilərəm. Məsələn, pasiv səyahət adətən daha rahat və istirahətə yönəlmiş bir təcrübədir. Məsəl üçün, pasiv səyahətə nümunə olaraq dincəlmə və istirahət etmək bura daxildir. Spa, masaj, rahatlama təcrübələri ki, əsasən Antalyada və yaxud da müxtəlif istirahət mərkəzləri olur. Balidə də yəqin ki, İndoneziya tərəflərdə də olur. Eyni zamanda bəli, masajlar, Tayland masajı, təbiət eynən, təbiət və mənzərəni izləmək üçün dağlar, dənizlər, göllər olan hissələr olur ki, zaman keçirtmək üçün. Kruzlər heç diqqətinizi çəkib qızlar? Gəmi ilə səyahət. Mənim çox diqqətimi çəkir son vaxtlarda, amma mən sudan qorxuram. Mən ümumiyyətlə özə bilmirəm hələ ki.
məni qorxuda bilər. Və kultural və mədəni irs turizmi var ki, xüsusilə siz bilet alırsınız ki, həmin ölkənin muzeylərini və tarixi abidələrini gəzəsiniz. Bu da passiv istirahətə daxildir. Eyni zamanda çimərliklər və təbiətdəki parklar, sanatoriyalar, sağlıqla bağlı olan istirahət növləridir. Aktiv istirahət növlərinə isə daha çox ekstremal idmanlar, dağçılıq, paraşutla tullanma, ki Dubaya gedib paraşutla tullanırlar daha çox, dırmaşma, sonra orada var velosiped turları, trekking və yürüşlər, sörf, kayak, su idman növləri ki, dənizdə və göllərdə suyun altında balıqlara, canlılara daha yaxın olursunuz ki, bu da mənim arzularımdan biridir. Üzməyi hələ ki öyrənməmişəm amma. Qış idman növləri, xizək sürmək, snowboard, bunlar da aktiv istirahət növünə daxildir və mənim ən çox sevdiyim kamp və çadırda qalmaq ki, fürsət olduqca mən yayda kampa gedirəm. Dostlarıma buradan salamlar. Qızlar, mən bilirsiniz hansı məsələyə toxunmaq istəyirəm. Səyahət edərkən biz hamımız daxili dünyamızı kəşf edirik və bir sualım var sizə. Məsələn, məndə bu olub. Hansı hadisələrdə o səyahət edərkən o insan bəzən deyir, bəzən biz elə düşünürük ki, dünya bizim ətrafımızda dönür. Şəxsən mən bu dünya bizim ətrafımıza dönmür əslində. Hər şey fərqli baxış bucağını biraz elə o səyahətdə olarkən mən kəşf etməyə başlamışam. Yəni hadisəyə daha fərqli tərəfdən baxmaq, sanki öz rolumuzdan yox, artıq müşahidə obyektindən və bir kamera var, bizi çəkir və biz hadisələrə başqa cür baxırıq. Mən bu haqqda bilmək istəyərdim sizlərin də fikrini ki, məsələn, hansı anda, tək səyahət edəndə hansı anda ona müəyyən məsələyə daha fərqli baxış bucağı sizdə yaranıb? Buna birinci mən cavab vermək istəyirəm. Deməli, mən Fransada olanda başıma elə bir hadisə gəlmişdi ki, Allah uzaq eləsin. Sən hər dəfə deyirsən. Deməli, nə olmuşdu? Təsəvvür edin ki, hər dəfə mənə deyiblər ki, saat 12-dən sonra Fransada hər yer bağlanır. Bəs neçə dəfə eşitmişəm, yoldaşlar aeroportda qalıblar, bus stationda qalıblar. Mən bunu qulağıma sırğa etmişəm ki, Fransaya getsəm 12-dən sonraya bilet almayım və bunu unuduram. Təsəvvür edin. Və bunu unuduram. Solo səyahət edənlər məni çox yaxşı başa düşər ki, biz ən cibimizə münasib qiyməti olan bileti tapırıq və deyirik ki, onu alaq, onunla gedək. Mən də gecə saat 3-ə işləmişə bilet almışam və buradan Lyondan gedirəm elə bir Milana. Və Milana gedirəm. Təsəvvür edin ki, özdəki bir dəfə də avtobus dəyişəcək. Mən düşməliyəm Turində, daha sonra oradan da Milan avtobusuna minməliyəm. Bəli. Təsəvvür edin ki, saat bilmirəm, axşam radələri idi. Mən dedim ki, gördüm 1% zaryadkam qalıb. Bəli. Gördüm ki, 1% zaryadkam qalıb və mən dedim ki, mən qayıdım bus stationa, yəni avtobus dayanacağına. Bəs orada durum, bəs telefonumu da zaryadka qoymağa yer axtarım, bəlkə taparam. Amma qaça-qaça qayıdıram, təsəvvür edin, 40 dəqiqəlik yoldur. Heç cür başqa bir alternativim yoxdur. Mən piyada getməliyəm ora. Və hansı deyirəm ki, axı 1% indi sönəcək. Hansı kafeyə yaxınlaşıram, deyirəm ki, olar mən sizdən kofe alım, amma telefonumu burada şarj eləyək. Yox deyir. Zarafat elirsən? Yox, valla deyirəm. Mənə yox deyirlər. Və heç stresə düşməməyə çalışıram. Deyirəm ki, müşafirim, sən necə bu vəziyyəti həll etməlisən. İnsanlar isə ASTV-ni ciddiyə almırlar. Avropa dağılırmış. Təsəvvür edirsiniz, mən nə qədər axırda birinə həqiqətən dedim ki, xahiş edirəm. Dedi ki, yox, hətta mənə çox belə qəzəbli şəkildə dedi. Dedim ki, yaxşı. Dedim müşafirim, sən dayanmamalısan, çünki 1% zaryadkan var və sən qaçmalısan. Qaça-qaça gedirəm bus station'a çatmağa, avtobus dayanacağına çatmışam, telefonum o an söndü. İçəri girməmiş söndü və şükür elədim ki, ən azından pilləkənlər olan yerdə dayandı. Bir tər necəsə taparam. Və mütləq telefonumu da zaryadkaya qoymalıyam, çünki biletim falan hamısı burdadır. Mən artıq ürəyim ağrıyır. Hə. Getdim, axtarıram, konduktora yaxınlaşdım və o mənə deyir ki, mən ingiliscə danışa bilmirəm, fransızca deyir. Kimə yaxınlaşıram, heç kim fransızdılar və ingiliscə danışa bilmirlər. Təsəvvür edin ki, həqiqətən orada nə böyük mücadilə verdim ki, mübarizə apardım ki, mən ingilis dilli adam tapım, bir xanımı tapdım. O da tam danışa bilmirdi. Bir tər o mənə izah elədi ki, bəs sənin 12-də bura bağlanacaq, sən mütləq gedib başqa yerdə gözləməlisən avtobusunu və ona minib getməlisən.
Dedim ki, yaxşı. Bəs telefonumu harda zaryatkaya qoya bilərəm? İzah eləyə bilmədi. Sonra başqasını tapdım, o da yesində bilmir. Təzədən bir konduktor tapmışam və heç də yaxşı xasiyyəti olmayan biri idi. Bir xanım olaraq özümü narahat hiss etdim, amma mənə göstərdi ki, mən harda gedib telefonumu zaryatkaya qoymalıyam. Orada qoydum və deyirlər ki, təsəvvür edin ki, burada o mənə izah edir ki, burada oğru çoxdur. Özünüzü qoruyun. Dedim ki, yaxşı. Təsəvvür edin ki, Təsəvvür edə bilmirəm arkadaşlar. mən çantamı belə qucaqlamışam və belə baxıram insanlara. Telefonum zaryatkadadır. Daha sonra dedim ki, heç olmasa saat 12-yə qalmışa qədər yatım. Bir təhər çox yuxum gəlir çünki. 12-də çıxıb gedərəm. Təsəvvür edin ki, yenə təsəvvür edin ki, mən saat 12-yə 5 dəqiqə qalmış durmuşam və görürəm ki, belə zənglər çalınır, artıq bağlanır bura. Və yaxşı ki 5 dəqiqə əvvəl durub oradan qaçmışam. İndi izah eləməyə çalışıram ki, mən hara getməliyəm. Mənə izah eləyə bilmirlər. Təzədən və məpdə işləmir bu arada. Məp düzgün işləmir. Göstərmir mənə. Bundan daha betər heç nə. Və həqiqətən təsəvvür edin ki, mən bir körpünün üstündəyəm və mənə ağlamaq gəlib artıq. Çünki heç nə həll edə bilmirəm. Təsəvvür edin ki, itlər də hürür və itə də biləcəm ki, hürmə. Ay, hürmə. Mən burada qonağam da, sən məni qorxutma. Hə, və heç kim mənə kömək eləmir. Təzədən orada gördüm ki, yuxarıda 2 xanım var. Nəynəsə məşğuldular və başqa alternativim yoxdur. Yaxınlaşmalıyam o xanımların yanına. Qorxa-qorxa elə bildim ki, onlar orada drag falan edirlər. O qorxdum da. Qorxa-qorxa yaxınlaşdım onların yanına. Dedim ki, bəs mən burada buranı axtarıram, göstərirəm bir. 2 bəs buranı axtarıram, necə edeyim? O da dedi ki, siz çox gəlmisiniz. 5 dəqiqə geriyə qayıtmalısınız. 5 dəqiqəlik yolunuz var geriyə. Bir təhər indi 5 dəqiqəlik yolu geri qayıdıram, baxıram, Flixbus yoxdur, baxıram, Flixbus yoxdur. 2 mənə sevgili kömək elədilər. Çox ilahi. Allahım. Bəli, elə də kömək etmədilər. O da necə olub? Ya bu hekayənin axırı yoxdur. Flixbus bəli gecikib, təsəvvür edin ki, 2 saat gecikməklə gəlib. Və mən orada o soyuqda gözləmişəm. Yaxşı ki, oğlanlar var idilər və mənə izah elədilər ki, bəs gözləməlisən 2 saat, bəs gecikmə var və mənə gəlməyib bunun e-maili, təsəvvür edin. Onlara gəlib, yaxşı ki, onlara gəlib. Mənə gec gəldi bu arada e-mail. Nəysə, sən vəziyyətdən çıxdınmışsan. Bəli, mən Milana getdim, amma bir də dedim ki, ömür boyu Fransaya mən tək getməyəcəm. Və bunu Venesiyadakı rəssama demişdim ki, mən Fransadan zəyləm gedir. Aha, müşafərim, siz mən nə başa düşdüm? Mən Baliyə getsəm yaxşıdır. Mən yenə də Bali şükürlüdür. Mən belə başa düşdüm ki, ən azından həşəratlar insan bu qədər incitməz də, yəni bir otağa qapanaram, amma bu təcrübəni yaşamaq istəməzdim. Sənə halal olsun. Vəziyyətdən çox yaxşı çıxmısan. Mən əminəm ki, bu sənə çox böyük həyat təcrübəsi qazandırıb, özgüvən qazandırıb. O 3 saat həyatımın 3 ilinə vardı. Unut sən onu. Unut, məncə sən unut onu. Qayıtma bir də oralara. Amma dostlar, eyni zamanda mən həmişə maraqlı olurdu ki, mən həmişə fikrimdə elə düşünürdüm ki, səyahət edən insanlar çox bilirlər, çox araşdırırlar. Yəni onlar hər şeydən xəbərləri var. Kimsə deyəndə ki, filan kəs filan qədər ölkə görüb, mən o insan artıq mənim üçün heç şübhəsiz dünyanın ən maraqlı insanlarından biri sayılırdı. Amma bu məsələnin intihası və amması da var. Harasıdır? Əgər siz hazır şəkildə maraqlanmadan sadəcə gedib o ölkəni standart, yəni bilinmiş yerlərini səthi şəkildə gəzib gəlirsinizsə, o ölkə sizə heç nə qatmır. Mən özüm də bu səhvi bir dəfə eləmişəm. Araşdırmadan getmişdim və sonra o həmin səyahətdən qayıdanda dedim ki, mən heç bu məkanları görməmişdim. Bunlar harda idi ümumiyyətlə? Belə bir şeylər orada var imişmi? Ondan sonra mən başa düşdüm ki, səyahət etmək də bir mədəniyyətdir. Bir bacarıqdır. Yəni sən bunu özün üçün müəyyən yollar çəkməlisən ki, sən orada gedib nələri görəcəksən, sənə əsasən nələr maraqlıdır, zamanını necə keçirdəcəksən. Lap sən özünlə tək qalsan belə, sən bunu şüurlu şəkildə seçməlisən ki, bu sənə inkişaf tərəfdən təsir etsin, səni önə çəksin və
fikrimi belə izah edeyim ki, indi artıq kimsə deyəndə ki, filan qədər ölkə görmüşəm, mənə artıq maraqlı olur ki, o orada hansı təcrübələri yaşayıbdı, hansı bəlkə başa düşübdü. Mən hal-hazırda çox belə ağlımda qalmayıb, şoför, sənin kimi həyəcanlı bir şəkildə bunu paylaşa bilməyəcəm. Amma deyərdim ki, səyahət mənə öyrətdi ki, sən nə qədər hazırlıqlı olursan ol, sən nə qədər bilgili olursan ol, sən istənilən halda sənin başına mütləq maraqlı bir hadisə gələcək. Sən bundan sığortalı deyilsən və həmin o hadisələr mütləq ki, sənə nə isə öyrədəcək. Bəli. Həqiqətən elədim. Yəni heç də təsadüf deyil ondan baş verməsi. Məncə müşafirimin başına gələn hadisə ona çox qəşəng problem həll etmə bacarığını verir. Yəni o an o özünü itirə bilərdi. Ağlamaq da gəlib, ağlamaq da normaldır. Amma olsun yəni. Yəni o hiss həqiqətən, yəni indi bəlkə də bizi dinləyənlər qorxa bilər ki, belə elə və s. amma o hiss, yəni o duyğu, o insanda o da fərqli bir bacarıq yaradır ki, çox inanılmaz. O özgüvən sonra bir gəlir adama, deyirsən ki, "Vau." Yəni həqiqətən. Sən rahatsan ki. Məsələn, artıq digər başqa məsələn qayıtmışıq bura və hansı bir məqsəd qoymaq istəyirik qarşımıza. Deyirik ki, maksimum nə olacaq ki? Yəni mən bunu eləmişəmsə, onu çoxdan eləyərəm də. Müşafirim qədər olmasa da mənim də tək səyahətimdə başıma yaxşı şeylər gəlib, belə dırnaq arası yaxşı şeylər. Yəni itməklər, pasportumu qoymaqlar, yəni pas kontrolda, nə bilim, çantamı orada qoymaq. Bir insan çantasını niyə unutsun da? Yəni həyəcandan necəsə onu unutacaq. Sonra qaçıb gedirdim ki, bəs mən o unutmuşam. Yox xanım, falan şey gətirin, pasportu gətirməlisən. Durun, bax pasport da ordadır. Yəni dəhşət bir şeydir və hətta mənim İsveçrədə başıma bir şey gəlmişdi. Çox uzun danışmayacağam. Otel tapa bilmirdim və gecə saat 2 işləyir də, yəni 1-də 2 işləyir. Yəni burada o saatda çöldə olmayan mən o saatda oradaydım. Heç kəslə əlaqə saxlaya bilmirəm. Dostlarım da uçurlar Romaya və mən heç onlarla da əlaqə saxlaya bilmirəm. Çox qarışıq bir şeydir həqiqətən də, amma və belə biz burada bilirik ki, burada məsələn o saatlarda insan olur da, amma Avropa xaricdə o saatlarda insan olmur, yəni. Həqiqətən insan olmur. Və çox belə dəhşət bir şey yaranır, amma o hiss, o ağlamaq, o belə artıq necə deyim, o əsəb insanı böyüdür, həqiqətən böyüdür və məncə dəyər o hissləri yaşamağa, yəni. Və məncə bu bizə problem həll etmə bacarığını çox qəşəng təkmilləşdirir. Biz artıq problemə yox, həllə fokuslanırıq. Ümumiyyətlə səyahət bizə kömək eləyir ki, stres azalsın, psixoloji sağlamlığımızı inkişaf etdirək, həmçinin yaradıcı düşüncəmizi inkişaf etdirir. Məsələn, deyək ki, mən orada Venesiyada bir rəssamla tanış olmuşdum və adam hər dəfə İtaliyanın fərqli şəhərlərinə gedir və oranı 2 gün, 3 gün orada qalır. Fransız rəssamdır. Həm dilini inkişaf etdirir, həm də ki, şəkillər çəkir. Sadəcə şəkil çəkmək üçün gəlir. Təsəvvür edirsiniz. Sonrasında empatiya və mədəni həssaslıq gücümüzü artırır. Həmçinin şəxsi inkişaf və özgüvənimizi artırır. Sosial bağlantılarımızı gücləndirir. Yəni bizim xarici dostlarımız çoxalır, onlarla başqa əlaqələr qura bilirik. Biz onları burada qonaq edirik, onlar bizi orada qonaq edirlər. Növbətdə hosteldə yox, bəlkə onun evində qalacaqsınız. Bu kimi məsələlərdə bəli, kömək edir bizə səyahətlər. Bəs yaxşı, səyahətin heç mənfi tərəfi yoxdur sizcə, getməmişdən öncə belə? Amma dostlar, belə bir şey var da, səyahət zamanı bəzən insanlar sindromlar da yaşayırlar, psixoloji və emosional vəziyyətlərə düşürlər. Bəlkə sizdə də olub bu və bizi dinləyən dinləyicilərdə də olub. Məsələn, səyahət sindromu var, uzun müddət yolda olmaq, fərqli zaman zonalarına keçid, uçuşlar, daimi hərəkət insanı yorur və bu sindromda səyahət edən şəxsi və bu səyahət edən şəxs fiziki və emosional tükənmişlik hissi yaşaya bilir. Bəzən görürsüz kimsə səyahətdən gəlir, ona deyirlər ki, xeyr ola, niyə özü belə pis şeysən? Dünyanı gəzib gəlmisən, hələ yorğunsan, bir narazılıq da eləyirsən. Əslində bu həmin insandan asılı deyil, çünki onun beyni yorğun olur. Mən qaydanda 18 saat yatmışdım, dayanmadan. Məndə də elə bir təcrübə olub. Mən Türkiyədən avtobusla qayıtmışdım. Biz 2 gün yol getməli idik və bu bizim ilk təcrübəmiz olduğu üçün heç kim bizə deməmişdi ki, uşaqlar bunu eləməyin də, bu səhv qərardır. Amma
İnsan yaşayaraq öyrənir ki, uzun məsafəni avtobusla gəlməyin dostlar. Burada mən sizə deyirəm, heç kim sizə deməsə də mən deyirəm. Çünki bədən çox yorulur. Mənim hətta ayaqlarım şişmişdi oturmaqdan. Bəli, çox çətin keçmişdi mənim üçün, amma özümü sındırmırdım çünki mən xarici səyahətdən gəlmişdim. Və səyahət sonrası depressiya var. Post-travel depression deyilir bu. Yəqin ki, dostlarımızda eşitmişik. Biraz adaptasiya da ola bilər. Eynən. Bir çox insan səyahətdən qayıtdıqdan sonra həyatının gündəlik rutininə qayıtmaqda çətinlik çəkir. Yəni təcrübələrdən sonra bu rutinni sıxıcı və mənasız hiss edənlər olur ki, gəlir deyirlər, nə var ya burada? Mən Antalyada olanda, mən filan yerdə olanda orada belə deyildi. Bu əslində sindrom göstəricisidir və bunlar təbii ki, hamısı keçir bir zamandan sonra. Səyahətçi və ya ev həsrəti çəkənlər də var ki, uzun müddət xaricdə olan və ya fərqli bir mədəniyyətdə yerləşən insanlar ki, onlar işlə bağlı gedirlər, təhsillə bağlı gedirlər, evlərinə və tanış mühitlərinə həsrət qala bilirlər ki, bu da xüsusilə yeni bir yerə köçəndə və yaxud da tətildə uzaqda qalanda ortaya çıxır. Digər isə turizm anksiyetesi deyilir. Bu sindrom qeyri-tanış mühitdə olmaq və ya nəzarətsiz vəziyyətlərdə düşməkdən yaranan narahatlıq, qorxu ilə əlaqəlidir. Yəni turistlərin səhv etmək, yol tapmamaq və ya bədənində fiziki narahatlığa görə narahat olmaq kimi hisslər özünü göstərir ki, bəzən görürsüz bədənimiz özünü narahat hiss edir. Müəyyən orada qida ilə bağlı və yaxud da hava şəraiti ilə bağlı bizim əhvalımız dəyişə bilər ki, bu da onun göstəricisidir. Əlavə olaraq da səyahətdə asıllıq var. Bəzi insanlar səyahətə olan həvəsindən dolayı bunu nəsə var həyatlarında əsas hissəsinə gətirirlər bunu. Onlar səyahətsiz ümumiyyətlə yaşaya bilmirlər. Bu necə bir hissdir mənə hələ yaddır. Bu sindrom həyatlarını səyahət etməyə həsr etmək və başqa sahələrə azaldır onların meylini. Bununla xarakterizə olunur. Və son olaraq FOMO. Sosial mediada başqalarının səyahətlərini izləyən və buna görə öz həyatında nəsə əksik olduğunu hiss edən insanlar arasında yayılmış bir sindromdur. Səyahət etməyən insanlar başqalarının yaşadığı təcrübələrdən narahatlıq duyurlar. Bəzən də görürsüz deyir ki, hə, getdim, gəldim, nə oldu? Hə, getdi, gəldi, nə oldu? Yəni nə oldu da, nə dəyişdi? Pişiyin əli ətə çatmayanda söhbəti var. Mən kobud ifadə etmək istəmirəm, amma bir də var ki, həmin insan axı orada həqiqətən yaşayır öz anlarını. Sən demiş müşafərim əvvəldə dediyi kimi xatirələr toplayır da. Yəni bunu oturub qarşı tərəf əgər onu hiss eləmirsə, o hissi ona necə ötürə bilərsən? Yəni biri var sən deyir, yeməmisən qaz ətini, nə bilirsən ləzzətini. Sən bunu yaşamamısansa, sən o qarşı tərəfə nə qədər desən, onu başa düşməyəcək. Bəlkə də heç ona maraqlı da deyil, yəni. Ona görə də dostlar, nə edirsinizsə birinci özünüz üçün edin. Bu Günel çox qəşəng məqamlara toxundu. Əslində bu terminlərin adlarını bilmirdim mən. Günel çox sağ ol. Mənim üçün yeni məlumatlar oldu, amma o səyahətdən gəlib depressiyanın dibinə kimi yaşayan birisi kimi deyə bilərəm ki, mən ilk səyahətimdən sonra heç adaptasiya ola bilmirdim. Hətta günlərlə ağladığımı xatırlayıram və balkona çıxıb ancaq meditasiya edirdim ki, mən mamam deyir ki, qızım, bura Şri-Lanka deyil. Deyirəm, yox, ağaclar var burada, mən özümü orada hiss edirəm. Həqiqətən özümü aid hiss etmirdim. Bəlkə də bunu amma növbəti səyahətlərimdə özümü daha dərindən kəşf etdikcə gördüm ki, bu depressiya çox da olmur. Bu bilirsiniz nə ilə əlaqəlidir? Çünki mən qaçmışdım əslində ora gedəndə. Ona görə qəbul oluna bilmirdim burada olmağı, buradakı insanları, buranın təbiətini, o nəqliyyatı və s. heç cür başa qəbul oluna bilmirdim də. Bu həqiqətən də biraz çətin olur, amma bəlkə də özümüzü tapmaq üçün elə o depressiyanda yaşamaq lazımdır. Və bir dəqiqə. Aha. Belə kiçik bir təcrübəmi paylaşım. Son dəfə İstanbul səfərinə gedəndə, mən Tiflis səfərinə gedəndə internetlə bağlı düşünməmişdim öncədən. İnternet paketdir, bu roamingdir, bunları nəzərə almamışdım və mən orada onun əziyyətini gördüm. Və ikinci dəfə isə mən artıq İstanbula gedəndə biletimi də özüm çalışdım ki, maraqlanım və hətta təyyarə yerini də eyni zamanda mən dostlarımdan, səyahət edən insanlardan internetlə bağlı da maraqlandım və inanırsınız, orada mənim səyahətim çox rahat keçdi.
Mən Wi-Fi axtarmırdım. Mən bilirdim artıq məndə xəritə var idi, hara gedə bilərəm, harda nə yerləşir. Həqiqətən də bu mənim işimə yaramışdı və sizin əgər ilk təcrübənizdə, səyahət təcrübənizdə sizin mənfi təcrübələriniz varsa, bu sizi qorxutmasın ki, yox mən gedə bilmirəm, mən səyahət insanı deyiləm. Siz onları özünüz üçün bərpa edəndən sonra sizin növbəti səyahətləriniz artıq sizə başqa yeni təcrübələr qazandıracaq ki, siz hazırlıqlı şəkildə gedəcəksiniz. Siz az geyim götürəcəksiniz, siz megabaytla gedəcəksiniz və siz biləcəksiniz ki, bu qədər çox bir şeyi özümlə aparmağa ehtiyac yoxdur. Zaten mən orada başqa şeylərə zaman ayıracağam. Ümumiyyətlə hazırlıqlı getmək çox əhəmiylidir və onsuz da təcrübədir hamısı sözsüz ki, amma mənim üçün mən burada səyahət etmək istəyən, yəqin ki, aranızda böyük ehtimal ki, daha çoxunluğu belə gənclərdir. Maddiyyat məsələlərinə görə və s. düşünə bilər, amma bunun üçün çox yaxşı layihələr var. Təklif edirəm ki, bu layihələri araşdırın. Bu layihələrlə xaricə gedən şəxslərin bir səhifələrində müəyyən araşdırmalar eləyin, müəyyən təlimlər də keçirlər həmin insanlar, onlara da baxın və mənə görə internet olan yerdə hər şey həll olunur qızlar. Məsələn, esim proqramları olsun, bir çox proqramlar var ki, roaming olsun. Bunları bir də ölkədə olarkən həll etmək lazımdır ki, artıq biz digər ölkəyə çatanda hər şey okey olsun. Məsələn, mən axırıncı tək səyahətimdə ümumiyyətlə orada aktivləşdirsəm belə mən çatanda artıq gecə saat 11-də Budapeştdə çox böyük bir çətinlik yaşadım. Yəni internetə qoşula bilmirdim. Telefonumda yaddaş dolduğu üçün həmin yerin Wi-Fi-na da qoşula bilmirdim. Yəni çox belə kritik bir an idi o an. Çünki mən biletimə baxmalıydım, onu eləməliydim, bunu eləməliydim. Yəni aləm dəymişdi bir-birinə. Ona görə bu internet məsələlərində əslində birinci elə o esimdir. Sonra roaming proqramlar siz vaxtında eləsəz Azərbaycan, yəni ölkə daxilində, digərləri internetdən olsa digər məsələn restoranlar üçün, otellər üçün, digər fövqəladə hallar və təhlükəsizlik məsələləri üçün maksimum internetdən müəyyən araşdırmalar edib onları həll edə bilərsiniz. Ona görə də səyahət etmədən öncə mütləq şəkildə səyahət təcrübəsi olan insanlarla danışmaq lazımdır, müəyyən tövsiyələr almaq lazımdır. Lakin Günelin də dediyi kimi hər birimiz müxtəlif təcrübələr onsuz yaşayır və bu biraz bizə şəxsə özəldir. Yəni belə. Və son olaraq əgər istəyirsinizsə səyahətinizi yadda qalan eləyəsiniz və xatirələrlə dolu edəsiniz və o xatirələri özünüzdə saxlayasınız ki, sonra kiməsə hədiyyə edəsiniz, onda eləyə biləcəyiniz bir neçə sizə tövsiyə verə bilərəm. Deməli, əvvəlcə gündəlik yazmaq. Mən özümlə gedəndə belə dəftərim var və orada ilk dəfə elədiyim hər şeyi yazıram. Amma mən onun peşmançılığını çəkirəm ki, mən yazmamışdım. İndi fikirləşirəm, kaş ki yazardım mən. Çox gözəl hissdir. Mən hələ də oxuyanda məsələn görürəm oradakı o hissi, oturduğum skamyanı ya da qarşımdakı su donuzunu hatırlayıram. Necə fərqli baxırdı ona. Eynən. Sonra foto şəkillər əlbəttə çəkməkdir. Daha çox yaradıcı olaraq foto şəkillər çəkməkdir. Görürsüz məsəl üçün maraqlı şəkillər eləyir, Eyfel əlində tutub ya itələyir. Sonra məsəl üçün səyahət albomu hazırlaya bilərsiniz qayıtdıqdan sonra. Kiçik əşyalar toplaya bilərsiniz. Burada biletlər ola bilər, oradan aldığınız xəritə ola bilər, restoran menyusu ola bilər, götürmüsüz. Yemədiyiniz yeməkləri yeyə bilərsiniz. Eynən quru yarpaqlar götürənlər var. Sonra yeni insanlarla söhbət edirsiniz və onların əlaqə nömrələrini götürə bilərsiniz. Yerlilərdən yeni yemək reseptləri ala bilərsiniz. Məsəl üçün hansısa bir restorana girmisiniz və oradakı yemək sizə maraqlı gəlib, bu yerli mətbəxdə necə hazırlanır deyə bir fikir mübadiləsi edə bilərsiniz. Xatirə toplamaq üçün səs qeydlərinizi apara bilərsiniz. Məsəl üçün öz səsinizi açırsınız. Salam, mən bu gün falan tarixdə Praqadayam və bəli, mən bunu da etmişəm. Çox maraqlı idi. Sonra özünə bizdə postkartlar ala bilərsiniz. Mənim bir xatirə qutum var hər ölkədən. Yəni o ölkəni anımsatan bir postkartlarım var. Çox maraqlıdır. Ondan arasında notlar yazıram alanda hətta ki, həmin an mən nə duyğularla onu almışam. Çox gözəl bir şeydir. Mən postkartları hədiyyə üçün sevirəm. Məsəl üçün mənim çoxlu postkartım var, amma hədiyyə veriblər ancaq. Mən əvvəl maqnit alırdım soyuducunun üzərinə, amma indi özümü fikirləşirəm. İndi açarlıqlar alıram özümə. Daim üzərimdə olur açarlıqlar, eynən və onlar mənə xatırladır ki, həqiqətən səyahət etmək lazımdır, yeni yerlər görmək lazımdır, həvəsləndirir insanı. Hər an əlinin altında olurdu onlar sənin.
Eynən. Və özünüz üçün yaradıcı bir video hazırlaya bilərsiniz həmin səyahətdən sonra və bunu paylaşa bilərsiniz ki, mən bu səyahət müddətində bunları etdim. Ya da ki, məsələn, İsveçrədəki mən hələ də hocanı unutmuram, məsəl üçün, ya da ki, Praqadakı üstümə qaçan bombuzu unutmuram, məni çox qorxutmuşdu. Gözəldir amma. Eynən. Onların hamısını sadəcə yazırsan və ya necəsə saxlayırsan özündə. Və unutmayın ki, özünü tanımaq heç də başqalarının gözündən özünüzü yaxşı görmək deyil. Həmçinin özünüzə hörmət və dürüstlük qazandırmaqdır, yanaşmaqdır beləcə özünüzə və hisslərinizin ardınca getmək həqiqətən də kimsə olmaq üçün ilk addım atmağı öyrənməkdir. Ona görə də səyahət edərkən əsas məsələ özünüz olmağı unutmayacaqsınız və biz çox qeyd edə bilərik, ancaq birini siz əlbəttə seçəcəksiniz, onu əldə edəcəksiniz və bunu əldə etmək üçün də növbəti səfərlərinizi, növbəti xatirələrinizi daim savaşacaqsınız, çünki həyat bir mübarizədir. Və bu gün mən sizinlə idim, Müşafəri Məliyeva. Mən inanıram ki, bizim bu podkastımız bir çoxlarına motivasiya olacaq səyahətlə bağlı. Kimsə öz fikrini dəyişəcək, kimdəsə həvəs yaranacaq. Çox ümid eləyirəm. Mən qısaca demək istəyirəm ki, dostlar, sizi heç nə qorxutmasın. Nə tək səyahət etmək, nə sindromlar, nə internetsizlik. Yəni əsas odur ki, siz özünüz buna qərar verin və küyə getməyin. Ümumiyyətlə ki, filan kəs filan ölkəyə getdi, indi bu trenddir, indi bu bilet ucuzdur. Ürəyiniz hara istəyirsə birinci ora addım atın. Lap elə yaxın ölkələr də ola bilər ki, siz bunu təcrübə edəsiniz. İnanın mənə, əgər o sizi həqiqətən yaxşı təsir edəcəksə, siz onu vərdiş halına gətirəcəksiniz ki, və sizin dünya görüşünüzdən əlavə sizin baxış bucaqlarınız da dəyişəcək. Çünki biz ölkədən, biz şəhərdən kənara çıxanda, fərqli baxışlar görəndə bizim düşüncə tərzimiz də dəyişir. Biz daha olğun düşünürük. Biz daha perspektivli düşünürük. Bizim ilhamlandırır bəzi şeylər, yeni ideyalar qazanırıq. Bu bizim biznesimizdə də çevrilə bilər eyni anda. Yəni səyahət yalnız istirahətdən və yaxud da pul xərcləməkdən ibarət deyil. Siz bunu özünüzə yatırım kimi düşünün. Mən podkastı dinləyən hər kəsə özünə yaxın bir ölkədə səyahət arzu edirəm və ümid edirəm ki, bu xoş xatirələr sizə məhz bizim qeyd etdiyimiz üsullarla daha rahat keçəcək. Sizinlə mən idim Günel Həşimzadə. Mən onu deyərdim ki, məncə səyahətə elə ilk öncə Azərbaycan daxilində başlasın burada bəziləri, bizi dinləyənlər. Əslində o da səyahətdir. Məncə bir də səyahət bizim öz daxili dünyamızda da elədiyimiz o, belə deyim də, səyahət də bir səyahətdir. Çünki özümüz daha fərqli tərəfdən izləyirik, baxırıq və özümüzə müşahidə edirik. Bəzən maddiyyatı problem edirlər ki, deyirlər insanlar, digər məsələdə başqa sosial mediada bəzi insanları görürük ki, onlar gedirlər, mən gedə bilmirəm və maddi problem, bu problemlərimizi həll etmək üçün pul yığmaq lazımdır, bunu eləmək lazımdır, bunu eləmək lazımdır. Əlbəttə hər şey plan etmək gərəkdir, amma şəxsən öz adıma deyim ki, elədiyim heç bir səyahət üçün peşman deyiləm. Çünki bəlkə də gözümü yumanda Humay bu yaşına kimi unudulmaz yaşadığın anlar hansılardır? Mən deyərdim ki, səyahətdəki anlarımın heç birini unutmamışam. Hətta mən nə zamandan sonra başladım buna qızlar, bəlkə də bu kimisə içindəki işığı oyadar. Mən gözümü yumub geriyə baxanda Humay sənin unudulmaz dediyin xatirələr bir 15-i keçir ya da yaşımı keçir. Mən baxdım ki, yaşımı keçmir. Bir o mənə o dərsi verdi ki, sən demək ki, çox anda qala bilməmisən. Kiçik anları belə yaşaya bilməmisən. Mənə indi soruşdular, mən Bəli, mən indi mütləq. Mən məsələn indi bir kofeni içəndə belə zövq ala bilirəm. Yəni mən onu məsələn biz bu gün burdayıq. Hətta mən bayaq danışarkən bunu düşünürəm. Müşafərim xatirələr məsələsindir. Məncə biz illər sonra bu günlərimizi, bu anlarımızla dolu-dolu yaşayacaqsa unutmayacağıq bunları. Çünki bilmək olmaz illər sonra harda və necə olacağıq. Uzun sözün qısası, mən o inside yaşayanda çox pis olmuşdum və elə onda ilk addım atmışdım özüm üçün və həqiqətən də atandan sonra artıq şəxsən mənim üçün səyahət həm də bir motivdir. Mən hər gün səhər işə gedəndə hər hansı bir görmək istədiyim ölkənin videolarına baxanda bu məni daha da çox motivasiya eləyir işləməyim üçün, yeni ideyalarım üçün, yaradıcı düşüncə tərzim üçün. Orada hər şey tamam fərqli baxır insan. Odur ki,
ora sərf etdiyiniz maddiyatı belə çöpə atmış kimi düşünməyin. Əksinə, siz çox gözəl investisiya ayırırsınız. Necə ki, bir təlimə gedəndə özümüzə investisiya ayırırıqsa, bu da elədir mənə görə. Ona görə də əzizlərim, məncə səyahət eləyin, yavaş-yavaş maddi məsələlərinizi həll edərək kiçik-kiçik başlayın. Tək gedin hansı bir rayona, o da bir səyahətdir, öz dünyanıza səyahətdir. Bundan qorxmayın. Və ən əsası özünüzü belə buna hazır hiss edəndə 100% olmaya da bilər. Onsa nəyisə başlamaq üçün məncə mükəmməl olmağa ehtiyac yoxdur. Hə, yəni ikinizdə o istək varsa, onu eləyin. Bir də xahiş edirəm, kimlərinsə səyahət videolarını görüb o belə mənfi duyğulara qapılmayın. Məncə bilmək olmaz ki, siz harda necə o qəlblərinizi qırıb artıq dünyanın bir çox ölkələrini gəzmiş olacaqsınız. Sizinlə bu gün mən idim, Humay Qasımlı. Və əziz dinləyicilərimiz, bu bir manifest podkastıydı. Amin. Ümid edirik ki, növbəti sizin də səfərlərinizi və ya bizim də bir yerdə ola biləcək sizinlə səfərlərimizi daha yaxşı fürsətlərlə dəyərləndirib, daha gözəl nəticələrlə bir yerdə başa vuraq. Elə siz də biz də istədiyimiz vaxt, istədiyimiz yerdə ola biləcək cəsarət həmişə özümüzdə formalaşdıraq. Həmçinin də onu qeyd edeyim ki, doğru zamanda, doğru yerdə olmağı həmişə bacaraq. O halda bu podkastımızın da sonuna gəldik və Hüsnüzənin növbəti maraqlı buraxılışlarında yenidən görüşərik.